Salam əziz müəllimlər. Bu günləri mövzumuz təhsil haqqında Azərbaycan Respublikasının qanunundan seçmələr olacaq. Yəni təhsil qanunvericiliyində təhsillə bağlı hansı qanunlarımız var? Azərbaycan Respublikasının qəbul etdiyi hansı maddələr var? Bundan bəhs edəcəyim. Azərbaycan Respublikasının konstitusiyasında təhsil haqqında bir çox maddə var. Onlardan seçmələrlə, yəni hansılardır, onlardan, o maddələrdən bəhs olunacaq. Bu maddələrdən biri təhsil hüququ haqqında olan 42-ci maddədir. Bəs təhsil hüququ maddəsinə nələr daxildir müəllimlər? Demək, bura daxil olanlar hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bəli, yəni dövlət, Azərbaycan Respublikası, dövlətimiz hər bir vətəndaşı üçün təhsil alma hüququ veribdir. İkinci, dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq hüququnu təmin edir. Bəli, ümumi orta təhsil vacibdir, icbaridir. Yəni 9 illik təhsildən bəhs edirik, ümumi orta təhsil dediyimiz zaman. Yəni vətəndaşların ümumi orta təhsil 9 illiyi bitirməsi icbaridir, bu məcburidir və vacibdir. Növbəti, yəni bunu bilirsiniz, bu ikinci hissəni necə açıqlayım, ondan sonra keçim növbətiyə. Məsələn, 9 illiyi bitirdikdən sonra ən azından bir dövlət sənədi alır bu vətəndaş və dövlət işində və yaxud da hər hansı bir onun lazım olan yerlərdə bu sənəddən istifadə edə bilir. Amma 9 illik təhsili almadığı zaman, məsələn, ibtidai təhsili bitirdikdən sonra ona heç bir dövlət sənədi verilmir. Və yaxud da 9 illiyi tam bitirmərsə, 7, 8-ci sinifdən çıxarsa bu şagird, yenə də ona heç bir dövlət sənədi verilmədiyi üçün, yəni başqa bir yerdə lazım olduğu zaman dövlətlə bağlı, dövlət işi ilə bağlı onun sənədi olmayacaq. Ona görə də dövlət belə bir imkan veribdir, hətta bunu məcburi edibdir ki, yəni icbaridir, vacibdir, ümumi orta təhsil alsınlar. Daha sonra təhsil sistemi dövlət tərəfindən nəzarət edilir. Təbii ki, Azərbaycan Respublikasında təhsil sistemi dövlət tərəfindən nəzarət edilir, nəzarəti altındadır. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Yəni bu nə deməkdir? Ola bilər ki, maddi cəhətdən çətinlik olsun, oxutmaq imkanı olmasın. Yəni hər bir halda istedadlı şəxslərin hər zaman arxasındadır, dayaqdır. Dövlət onların təhsilini davam etdirməsinə zəmanət verir. Məsələn, məktəblərdə kitablarla təmin edilməyə bunu deyə bilərik, düzdürmü? Yəni məktəblərdə şagirdlərə kitablarla təmin edilir, kitablar verilir. Yəni bununla bağlı da təhsil qanununda maddə var. Növbəti dövlət minimum təhsil standartlarını müəyyən edir. Burada bəzən müəllimlər səhv salır, maksimum fikirləşirlər olsun, testlərdə də edilən səhvdir. Yox, dövlət minimum təhsil standartlarını müəyyən edir və bu standartlara uyğun da şagirdlər üçün təhsil hüququ, təhsil şəraiti yaradılır. Bunlar bizim təhsil hüququ ilə bağlı 42-ci maddəyə daxil olanlar idi. Deməli, hər bir vətəndaşın təhsil almaq hüququ var, dövlət pulsuz, icbari, ümumi orta, diqqət edin, tam orta deyil burada, ümumi orta deyil. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və maddi vəziyyətinə asılı olmayaraq hər kəs üçün, yəni istedadlı şəxslər üçün təhsilini davam etdirməsinə zəmanət verilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Keçək digər maddələrimizə. Növbəti maddəmiz 12-ci maddədir. Bu, təhsil formaları haqqında olan maddədir. Bir təhsil formaları var, bir də təhsil alma formaları var. İlk olaraq biz təhsil formalarından bəhs edək. Təhsil formaları 3 yerə ayrılır. Formal təhsil, qeyri-formal təhsil və informal təhsil. Bunlar təhsilin formalarıdır. Nədir formal təhsil? Formal təhsil oldu ki, sonda təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Yəni, hər hansı bir təhsili bitirdikdən sonra ona dövlət sənədi verilirsə, məsələn, attestatın verilməsi kimi,
Diplom, universiteti bitirdikdən, ali təhsili bitirdikdən sonra diplom verilir. Bu diplomun verilməsi, bunlar hər birisi dövlət sənədidir və bu təhsillər təbii ki, formal təhsil adlanır. Deməli, sonda dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması formal təhsildir. İkinci qeyri-formal təhsildən bəhs edək. Qeyri-formal təhsil dediyimiz zaman müxtəlif kurslar, dərnəklər, fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməməsi ilə keçirilən təhsil formasıdır. Yəni bu təhsil formasında heç bir dövlət sənədi verilmir şəxslərə. Bu kurslardadır. Məsələn, kompüter kursuna gedə bilərlər, ingilis dili kursuna gedə bilərlər. Orada müəyyən sertifikat kursun tərtib etdiyi sertifikat verilə bilər. Amma təbii ki, bu dövlət sənədi hesab edilmir. Dövlət sənədi hesab edilmədiyi üçün biz bunu qeyri-formal təhsil forması olaraq qeyd edirik. Həmçinin dərnəklər, məşğələlər olsun, bunlardan əldə edilən, məsələn, repetitor yanına gedirlərsə, uşaqlar, yəni orada heç bir dövlət sənədi verilmir. Təbii ki, bu hər birisi nədir? Qeyri-formal təhsil formasıdır. Növbəti üçüncü təhsil formamız informal təhsildir. İnformal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnməyin formasıdır. Yəni, burada artıq şəxslər özləri təhsillərini alırlar. Məsələn, belə qeyd edək, tutaqlım ki, mən ingilis dilini öyrənirəm, amma özüm öyrənirəm. İnternetdən araşdırma apararaq, müxtəlif mənbələrdən, kitablardan, jurnallardan oxuyaraq ingilis dilindən təhsilimi artırıram, təhsil alıram, öyrənirəm. Bax, bu nədir? İnformal təhsil formasıdır. Yəni, özünü təhsil yolu ilə biliklərə yiyələnməyin forması da nədir? İnformal təhsildir. Yəni, heç bir hazırlığa getmədən tutalım ki, MİQ-ə hazırlaşıram, amma nə kursa gedirəm, nə məşğələyə gedirəm, yəni heç bir müəllimə qoşulmamışam, özüm axtarıram, dinləyirəm və bununla da o biliyə yiyələnirəm ki, buna biz informal təhsil forması deyirik. Deməli, 3 dənə təhsil formamız oldu. Formal, qeyri-formal və informal. Formalda dövlət sənədi var, qeyri-formalda heç bir dövlət sənədi yoxdur. İnformal isə özünü təhsil yolu ilə biliklərə yiyələnmə formasıdır. Bunlar təhsil formaları idi. Növbəti bizim təhsil alma formalarından bəhs edəcəyim. Təhsil forması ayrıdır, təhsil alma forması ayrıdır. Bunları qarışdırmayaq. Təhsil alma formalarından əyani, qiyabi, distant, buna məsafədən də deyirik. Sərbəst, buna eksternat da deyirik. Evdə, fərdi və stasionar təhsil alma formaları var. Başlayaq əyani təhsil alma formasından. Əyani təhsil dediyimiz zaman dərslərə müntəzəm surətdə davam etmə yolu ilə təhsil alma formasıdır. İstər ümumi təhsil müəssisələrində, istər ola bilsin ali təhsil müəssisələrində, yəni əyani təhsil almadır və bu da o deməkdir ki, müntəzəm, yəni hər gün davamlı olaraq təhsil alınır ki, gedilir ki, hər gün dərslərə, bu artıq əyani təhsil almadır. Qiyabi təhsil alma nədir? Dərslərə müntəzəm getmədən, yəni davamlı hər gün getmədən olan bir təhsil alma formasıdır və qiyabi forma üzrə təhsil müddəti əyani təhsildən 1 il artıqdır. Yəni, əyani təhsildə 4 ildirsə, qiyabi təhsildə universitetlərdə, məsələn, 5 il, 1 il, yəni əyanidən artıq təhsil alınır və təbii ki, ilin müəyyən edilmiş vaxtlarında gedilir. Yəni, daimi, müntəzəm olaraq gedilən deyil. Bu isə qiyabi təhsil almadır. Növbəti distant, yəni məsafədən təhsil almadır. Müəllim və tələbənin eyni məkanda olmadan təhsil alma sistemidir. Xüsusi texniki vasitələrlə, müasir texniki avadanlıqlar vasitələri ilə icra olunan təhsil alma formasıdır. Məsələn, bizim sizlərlə hal-hazırda keçdiyimizdə distant təhsil almadır. Yəni, təhsil alan və təhsil verənin eyni mühitdə olmadığı və texniki vasitələrdən istifadə edərək qurulan təhsil alma forması. Bu, distant, yəni məsafədən təhsil almadır. Növbəti təhsil alma formamız sərbəst, yəni digər adı ilə desək, eksternat təhsil formasıdır.
Baxaq görək sərbəst təhsil alma nədir? Sərbəst, yəni eksternal təhsil dedikdə müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil alma hüququnu verən təhsil alma formasıdır. Həmçinin baxın qeyd edirik ki, müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslər müstəqil hazırlaşıb həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Sərbəst təhsil dedikdə həmin təhsil alana ümumi təhsilin hər hansı bir səviyyəsini də vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma forması nəzərdə tutulur. Deməli, burada iki hal var. Biri uzun müddət yox, ümumiyyətlə ümumi təhsildən kənarda qalan şəxslərdir. Yəni ola bilsin ki, bu şəxs 9 illiyi bitirib, onu 11-i oxumayıbdır. 11-in attestatı yoxdur və zaman gəlir elə bir yerdə həmin şəxsə 11-ci sinifin attestatı lazım olur və yaxud da özü istəyir bunu və həmin vaxtı həmin şəxs özü müstəqil şəkildə hazırlaşaraq lazım olan yerlərə müraciət edərək vaxt təyin edilir və buraxılış fənlərindən Azərbaycan dili, riyaziyyat və ingilis dilindən imtahan verərək həmin sənədi əldə edir. Bu sərbəst eksternal təhsil almadır. Digər bir hal isə bu təhsil almada təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmə hüququ verir. Ola bilsin ki, şagird 3-cü sinifdə oxuyur, amma 4-cü sinifin proqramını yaşıdlarından daha yaxşı bilir, bir il onlardan daha irəlidir və artıq onun həmin şagird üçün də yəni imtahan təşkil edilir və artıq növbəti səviyyəyə keçid edir. Yəni 3-də oxuyur, amma 4-ün proqramını bildiyi üçün artıq 5-ci sinifə keçid edir. Bu da nədir? Sərbəst eksternal təhsil almaya aiddir. Növbəti təhsil alma formamız evdə təhsildir. Evdə təhsil sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumi təhsil proqramlarının evdə mənimsənilməsidir. Yəni sağlamlıq imkanı məhdud və yaxud da sağlamlıq vəziyyətinə görə bəzi şagirdlər var ki, təhsil müəssisəsində təhsilini davam etdirə bilmir. Həmin şagirdlər üçün evdə təhsil təşkil edilir. Bu evdə təhsil alma formasıdır. Növbəti təhsil alma formamız fərdi təhsil almadır. Fərdi təhsil almada nədir? Deyir, müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərə ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar, ibtidai təhsili bitirdikdən sonra təhsildən kənarda qalan şəxslər, eləcə də ümumi təhsil müəssisələrində hər hansı sahə üzrə xüsusi istedadı ilə fərqlənən təhsil alanlar üçün təyin edilmiş fərdi təhsilin təşkil olunmasıdır. İndi burada deyəcəksiniz ki, sərbəstdə də var ümumi təhsildən kənarda qalan şəxslər, fərdi təhsildə də var bu kənarda qalma hissəsi. Bu ikisinin fərqini aydınlıq gətirim sizə. Diqqət etdinizsə, fərdi təhsildə uzun müddət deyirik. Deməli, uzun müddət təhsildən uzaqlaşıb, ümumiyyətlə gəlməyibdir, ümumiyyətlə təhsildən xəbəri yoxdur və yaxud da ibtidaini oxuyubdur, daha sonra çıxarılıbdır. Yəni, bax, bu kimi hallarda fərdi təhsil alma təşkil edilir. Amma məktəb şəraitində fərdi olaraq həmin şagirdi təhsilə cəlb olunur və məktəbdə digər şagirdlər necə imtahan verirlərsə, o şəkildə də imtahan verir. Bu fərdi təhsil almadır. Sərbəstdən fərqi odur ki, sərbəstdə artıq kənarda, məktəbdən kənarda müstəqil hazırlaşaraq gəlib sadəcə olaraq buraxılış fənlərinə imtahan verərək dövlət sənədini alır. Amma fərdi təhsildə məktəbə cəlb olunur, məktəb şəraitində olur, amma fərdi şəkildə təşkil edilir ki, bu da nədir? Fərdi təhsil almadır. Xüsusi istedadlı şagirdlər də buraya aiddir. Ola bilsin ki, bir şagirdin xüsusi istedadı var, həmin şagirdlə xüsusi olaraq hazırlaşıb bunu hansısa bir olimpiyada ya yarışlara yönləndirə bilərik ki, bu da fərdi təhsil almaya aid edə bilərik. Yəqin ki, fərqləri aydın oldu. Növbəti təhsil alma stasionar təhsil almadır. Stasionar təhsil almada sağlamlıq imkanları məhdud olan şəxslər stasionar tibbi müəssisələrdə uzun müddətli, yəni bu müddət nə qədərdir? 21 günü keçibsə artıq, 21 gündən artıq stasionar müalicə olarkən həmin şəxslərin Təhsil Nazirliyinin ərazi üzrə psixoloji tibbi pedaqoji komissiyalarının qərarı ilə müvafiq tədris proqramlarına uyğun təhsil almaları təşkil edilir. Yəni, xəstəxanada təhsilinin təşkili həmin xəstəxanaya yaxınlığında yerləşən ümumi təhsil müəssisələri tərəfindən həyata
keçirilir. Xəstəxanada təhsilin təşkili zamanı ümumi təhsil proqramı ilə dərs keçirilən müəllimlərin maaşına 15%, xüsusi təhsil proqramı ilə dərs keçirilən müəllimlərin maaşına isə 50% əlavə ödənilir. Deməli, belə deyək də, stasionar təhsil alma haqqında fikrimizi ümumiləşdirək. Deməli, 21 gündən artıq şagird stasionar tibbi müəssisədə müalicəsi davam edərsə, həmin şagird üçün təhsilin həmin tibbi müəssisədə təşkil edilməsidir. Təbii ki, ola bilər ki, şagird Mingəçevirdə yaşayır, amma gəlib Bakıda müalicəsi davam edir. Bakıda tibbi müəssisədə 21 gündən artıq qalıbdır. Təbii ki, həmin şagird üçün olduğu yerdən, yəni Mingəçevirdən Bakıya müəllim cəlb edilmir. Həmin tibbi müəssisənin yaxınlığında olan ərazilərdə olan məktəblərdən müəllim cəlb olunur. Bu da təbii könüllüdür, heç kim məcburi gətirilmir. Könüllü olaraq gətirilir və təbii ki, maaşına da faiz əlavə edilir. Bu təhsil alma formalarımız oldu. Hər biri haqqında məlumat verdim. Keçək digər bir məqama. Digər bir məqam 17-ci maddə təhsilin pillələri və səviyyələri haqqındadır. Biz bilirik, təhsildə pillələr və səviyyələr var. Hansı pillələrimiz var, hansı səviyyələrdir? Təhsil pillələri bunlardır: məktəbə qədər ümumi təhsil, peşə ixtisas təhsili, orta ixtisas təhsili və ali təhsil. Məktəbə qədər təhsil pilləsinin heç bir səviyyəsi yoxdur. Təbii ki, bu bağça uşaqlarına aiddir. Bağça hazırlığı nəzərdə tutulur. Bu məktəbə qədərdir və burada heç bir səviyyə qeyd olunmur. İkinci, ümumi təhsil pilləsinin səviyyələri var. Ümumi təhsil özü pillədir. Yadda saxlayırsınız. Ümumi təhsil pillədir. Yəni 11 il 1-dən 11-ci sinifə qədər bütövlükdə ümumi təhsil adlandırırıq biz. Və bu ümumi təhsil öz növbəsində səviyyələrə ayrılır. Birinci, məktəbə hazırlıq. Bu hansı ki 5 yaşında uşaqlar gedir. 1 il məktəbə hazırlıq olur. Bu birinci səviyyədir. İkinci səviyyə ibtidai təhsil səviyyəsi, yəni 1-ci, 4-cü siniflər ibtidai təhsil səviyyəsinə aiddir. Üçüncü, ümumi orta təhsil, bu 5-ci və 9-cu sinifləri əhatə edir və sonuncu tam orta təhsil səviyyəsidir ki, bu da 10-11-ci sinifləri əhatə edir. Deməli, pillə olaraq ümumi təhsildir, amma səviyyə olaraq diqqət edirsə, ümumi orta sözü var. Orta söz ortada gəlirsə, səviyyə olaraq yadda saxlayırıq. Ümumiyyətlə, yoxdursa, təbii ki, pillə olacaq. Bunu da bu şəkildə yadda saxlayaq. Üçüncü təhsil pilləsi peşə ixtisas təhsilidir. Bu da öz növbəsində səviyyələrə ayrılır. İlk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili. Bunlar peşə ixtisas təhsilinin səviyyələri oldu. Növbəti orta ixtisas təhsilidir. Orta ixtisas təhsil pilləsinin heç bir səviyyəsi yoxdur. Və ali təhsil pilləsinin səviyyələri bakalavriat, magistratura və doktorantura olacaq. Deməli, bunlar isə ali təhsil pilləsinin səviyyələridir. Səviyyəsi olmayanlar hansılar oldu müəllimlər? Məktəbə qədər və orta ixtisas təhsili. Bu iki təhsil pilləsinin heç bir səviyyəsi yoxdur. Bir də bəzən müəllimlər məktəbə qədərlə məktəbə hazırlığı səhv salır. Məktəbə qədər, görürsünüz, deyəndə də belə deyirik, adından da bəllidir. Məktəbə qədərdir, hələ gedib məktəbə çatmayıbdır. Bu pillədir. Amma məktəbə hazırlıq artıq məktəbdədir. Deməli, bu nədir? Səviyyədir. Bəzi çaşdırıcı məqam var ki, onları yadda saxlayın. Yaxşı, keçdik növbəti hissəyə. Bir də bu təhsil pillələri haqqında bir şey də qeyd edim. Tibb oxuyanlarda, tibbdə magistratura pilləsinə, daha doğrusu səviyyəsinə rezidentura, amma hərbidə də doktorantura səviyyəsinə adjunktura deyilir. Əlavə bir qeyd kimi özünüzdə qeyd eləyərsiniz. Növbəti qısa bir qeyddir. Bu qeydə baxaq. Ümumiyyətlə, ümumi təhsil müəssisəsində hansı ki o 1-dən 11-ci sinifə kimi qeyd elədik səviyyələri. Ümumi təhsil müəssisəsində, ümumi təhsil pilləsində hansı təhsil formasıdır deyə soruşulsalar, təbii ki, formal təhsildir. Çünki 9-u da bitirəndə bir ora aid deyil,
məktəbə hazırlıq və ibtidai təhsil səviyyəsi bura daxil deyil. Yəni məktəbə hazırlığı bitirsə və yaxud da ibtidai təhsili bitirdikdən sonra heç bir dövlət sənədi verilmir. Amma ümumi orta təhsili və tam orta təhsili bitirdikdən sonra dövlət sənədi verilir. Formal təhsildir. Təbii ki, burada təhsilin forması soruşulsa, formal təhsil həyata keçirilir. Ümumi təhsilin səviyyələri üzrə təhsil alma formaları var. Biz ümumilikdə sizinlə təhsil alma formalarının hər birisi haqqında danışdıq. Bu hansı ki sadaladığımız təhsil alma formaları ali təhsil müəssisələrinə də aid ola bilər. Amma indi biz hal-hazırda ümumi təhsil müəssisəsindən bəhs ediriksə, ümumi təhsilin səviyyələri üzrə hansı təhsil almadır, onları qeyd edəcəyik. Ümumi təhsilin səviyyələri üzrə təhsil alma formaları. İbtidai təhsil səviyyəsində də, ümumi orta və tam orta təhsil səviyyəsində də əyani və sərbəst eksternal təhsil alma formalarıdır. Bu iki təhsil alma forması əsasdır təbii ki. Distant ola bilməz, qiyabi ola bilməz ümumi təhsil müəssisələrində. Yəni heç bir ümumi təhsil müəssisəsində qiyabi təhsil yoxdur. Qiyabi təhsil daha çox ali təhsil müəssisəsindədir. Və həmçinin distant təhsil alma, yəni məsafədən təhsil alma da yoxdur heç bir ümumi təhsil müəssisəsində. Nə zaman olubdu distant təhsil? Pandemiya dövründə ola bilər və yaxud da xüsusi bir hal baş verə bilər. Tutadılım ki, bir məktəbdə fövqəladə bir hal baş verə bilər, yanğın hadisəsi ola bilər. Həmin ərəfədə şagirdləri distant təhsilə keçid edər ki, bu istisna hallarda olduğu üçün bura aid deyil. Deməli, əsas ümumi təhsilin səviyyələri üzrə təhsil alma formaları əyani və sərbəst eksternal təhsil alma oldu. Təhsil alma formaları çərçivəsində evdə fərdi və stasionar təhsildə təşkil oluna bilər. Keçid edək digər məqama. Təhsil haqqında 9-cu maddə ümumi təhsil proqramı, yəni kurikulumu haqqında bəhs olunur. Ümumi təhsil proqramı kurikulumuna və fənn kurikulumu olmaqda iki hissədən ibarətdir. Ümumi təhsil proqramı dediyimiz zaman ümumilikdə bəhs olunur. Yəni ümumi təhsildə kurikulum hansı istiqamət üzrə olur? Fənlər üzrə kurikulumlar olur. Bura aid dərsdən kənar məşğələlər, yəni fakultativ kurslar nəzərdə tutulur. 3-cü tədris planları, 4-cü isə məktəbdən kənar təhsil proqramı aiddir. Bu 4-ü ümumi təhsil proqramı kurikulumuna daxildir. Fənn kurikulumu nədir? Hər bir fənnin öz kurikulumu var. Yəni coğrafiya, biologiya, kimya, fizika, yəni hər bir fəndə ayrı-ayrılıqda öz fənni üzrə istiqaməti vardır. Bu fənn kurikulumuna nələr daxildir, bəs müəllimlər? Fənn kurikulumuna daxildir hər bir fənnin təbii ki, məqsəd və vəzifəsi. Yəni hər bir fənnin məqsəd və vəzifəsi deyəndə, tutaq ki, coğrafiya fənninin məqsədi nədir? Yəni şagirdlərə hansı bilik, hansı bacarığı ötürəcək? Yəni məqsəd və vəzifəsi dediyimiz zaman bu nəzərdə tutulur. Yəni şagirdin həmin fənn üzrə öyrəndiyi, əldə etdiyi bilik və bacarıq nəzərdə tutulur. Daha sonra fənn kurikulumuna daxildir fənnin tədrisinə verilən tələblər, ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri. Təbii ki, bura hər bir fənn üzrə təlim nəticələri də aiddir. Biz bilirik ki, hər bir fənn üzrə təlim nəticələri müəyyənləşdirilir. Daha sonra təlim strategiyaları, yəni hər bir fənn üzrə iş üsulları, iş formaları, təlim strategiyaları var ki, bu da fənn kurikulumuna daxildir. Fənn daxili və fənlər arası inteqrasiya, yəni inteqrasiya da fənn kurikulumunda var. Məsələn, coğrafiyada biz mövzuların əlaqələndirilməsi olsun və yaxud da digər fənlərlə əlaqələndirilmə olsun aparırıq ki, bu da fənn kurikulumuna daxildir. Daha sonra növbəti qiymətləndirmə vasitələri və meyarları hər bir fənnin qiymətləndirilməsi var, formativ, summativ və diaqnostik olmaqla. Və təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr, hər bir müəllimin metodik vəsaiti olur, hər bir fənnin metodik vəsaiti olur və həmin metodik vəsait əsasən müəllim öz cari, gündəlik planlaşmasına olsun və yaxud da illik planlaşmasına olsun aparır və planlaşmasına uyğun da fəaliyyətini istiqamətləndirir. Bu da metodik vəsait vasitəsilə olur ki, təbii ki, hər bir fənnin də öz metodik vəsaiti var. Fənn kurikulumuna daxil olanlar və ümumi təhsil proqramı kurikulumuna daxil olanları da sadaladıq. Növbəti hissəyə keçək. Ümumi təhsil müəssisəsində səviyyələr üzrə təbii ki, hər bir səviyyənin məqsədi var. Qısaca olaraq bu məqsədlərdən bəhs edəcəm. Məsələn, ibtidai təhsilin məqsədi, ümumi təhsilin məqsədi, tam orta təhsilin məqsədi nədir? Yəni
nə qazandırır şagirdlərə? Məsələn, ibtidai təhsilin məqsədi odur ki, şagirdlərdə ilkin oxu, yazı və hesablama bacarıqları olur. Yəni şagirdlərdə ilkin yazı bacarığı, oxu bacarığı ibtidai təhsildə olur. Yəni oxu, yazı və hesablama bacarıqları olsun. Artıq bu səviyyədə şagirdlərdə vətənpərvərlik, dəyərlər, dövlət rəmzlərinə hörmət, şəxsiyyətin formalaşmasına yönəlik bacarıqlar, sadə əmək vərdişləri, həmçinin digər xüsusiyyətlər formalaşdırır ki, bu ibtidai təhsilin məqsədidir. Bəs yaxşı, ümumi təhsilin məqsədi nədir? Ümumi orta təhsilin məqsədi odur ki, şagirdlərdə artıq burada nitq, yazı, ünsiyyət mədəniyyətinin formalaşması var. Dövlət, dövlətçilik, yenə də Azərbaycan xalqının dəyərləri, ümumi bəşəri dəyərlərin ruhunda tərbiyələndirmək var. Artıq ümumi təhsil, yəni ümumi orta təhsil, artıq ümumi orta təhsildə İKT bacarıqlarının istifadəsi var, öz gələcək həyat yolunun istiqamətlənməsi var, müstəqil öyrənmə var, qərar qəbul etmə bacarığı var, peşə seçimi, əmək fəaliyyəti, yəni artıq bu səviyyədə bütün bu fəaliyyətlər, bacarıqlar, məqsədlər reallaşdırılmağa çalışılır. Növbəti isə tam orta təhsilin məqsədidir. Tam orta təhsilin məqsədi nədir? Təhsil alanların istedad və qabiliyyətlərinin reallaşdırılması, müstəqil həyata hazırlamaq, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, yenə də dəyərlər, həmçinin dünya görüşü, artıq burada şagirdlərin dünya görüşləri var, xarici dillərin ən azı birini haqqında bilməsi, birini bilməsi və yaxud da bir neçəsini bilərək ünsiyyət saxlaması bura aiddir. Bunlar da səviyyələr üzrə səviyyələrin hər birinə aid olan məqsədlərdir. Hansı məqsədləri daşıyır, bunları söyləyirik. Biz bilirik ki, məktəbə hazırlıq 5 yaşdan, ibtidai təhsil isə 6 yaşdan başlayır. Bundan əlavə nəyə qeyd edə bilərik? Burada ümumi təhsilin müəssisəsində formal təhsil həyata keçirilir. Bunu az öncə vurğuladıq. Ümumi təhsilin səviyyələr üzrə təhsil alma formalarında qeyd etdik. Bunları qeyd eləmişik. Bir də nəyə qeyd eləyəcəkdim burada? Az komplektli məktəblər və az komplektli siniflər haqqında məlumat vermək istəyirəm. Az komplektli məktəb deyəndə nə nəzərdə tutulur? Bu məktəblərdə təbii ki, paralel siniflər olmadan məktəbdə şagird sayının 100 nəfərdən aşağı olarsa, az komplektli məktəb hesab olunur. Yəni paralel siniflər dediyimiz zaman hansı ki 9A, 9B, 9C, yəni bu cür paralel siniflərin təbii ki olmadığı və şagird sayının da 100 nəfərdən aşağı olduğu məktəblər az komplektli məktəblərdir ki, bu daha çox ucqar kəndlərdə, rayonlarda olur. Az komplektli sinif deyəndə isə sinifdə şagird sayı 10 nəfərdən aşağı olarsa, bu zaman 1-ci və 3-cü siniflər, 2-ci və 4-cü siniflər birləşdirilərək keçirilir ki, bu da az komplektli sinif adlanır. Daha sonra bir məqamda qeyd edeyim, təmayüz siniflərdə şagird sayının olması ilə bağlı. Təmayüz siniflərdə şagird sayı 15 nəfərdən az olmamalıdır, maksimum isə 20 olur. 15 nəfərdən az olmamalıdır. Əgər təmayüz siniflər müəyyənləşdirilir, artıq 15 nəfər və yaxud 15-dən çox müəyyənləşdirilir. İl ərzində ola bilər ki, bu say dəyişsin, yəni azala bilsin. Yəni azaldığı zaman təbii ki, bu təmayüz sinif bağlanmır. Elə bu şəkildə də davam etdirilir. Keçdim 21-ci maddəyə. 21-ci maddə ümumi təhsil prosesinin iştirakçılarıdır. Yəni ümumi təhsil müəssisələrində kimlər olur? Bunlar təsisçilərdir. Yəni müəssisənin əsasını qoyan, yaradan, təşkil edənlər daxildir. Təhsil alanlar aiddir. Təhsil alanlar ümumi təhsil müəssisəsində biz buna uşaqlar və yaxud da şagirdlər deyirik. Amma məsələn ümumi təhsil müəssisəsində tələbə, müdavim kimi ifadələr yoxdur. Bu təhsil prosesi, məsələn, tələbələrdir, müdavimlərdir. Bunlar ümumi təhsil müəssisəsinin iştirakçıları sayılmır. Uşaqlar və şagirdlərdir. Təhsil verənlər aiddir, pedaqoji işçilər aiddir. Pedaqoji işçilər dediyimiz zaman təhsil verənlər pedaqoji işçilər, yəni müəllimlərdir, məsləhətçilərdir, tərbiyəçilərdir, laqopedlərdir, laborantlardır, kitabxanaçılar, psixoloq olsun, musiqi rəhbəri olsun, dərnək rəhbəri olsun. Bütün bunların hər birisi ümumi təhsil prosesinin iştirakçısıdır. Sonra tibbi xidmət işçiləri və digər işçilər,
Valideynlər, şagirdin anası, atası və yaxud da qəyyumları bura daxildir. Həmçinin təhsil idarə etmə orqanları, bələdiyyə, yəni Təhsil Nazirliyi, təhsil idarələri, təhsil şöbələri bunlar daxildir və ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər. Kurslar olsun, məktəblərdə inkişaf etdirici təlim və seminar keçirilən pedaqoqlar olsun, bunlar da təhsil prosesinin iştirakçıları hesab olunur. Keçdik. Təhsil haqqında 27-ci maddədə pedaqoji fəaliyyətlə məşğul olma var. Ümumiyyətlə pedaqoji fəaliyyətlə kimlər məşğul ola bilər? Təbii ki, pedaqoji fəaliyyətlə ümumi təhsil müəssisələrində müvafiq ixtisası üzrə pedaqoji təhsilə malik olanlar. Məsələn, mənim ixtisasım coğrafiyadır. Mən coğrafiya üzrə pedaqoji təhsil almışam. Yəni mənim diplomumda da yazır ki, coğrafiya müəllimi. Düzdür? Mən pedaqoji fəaliyyətlə məşğul ola bilərəm. Həmçinin deyək ki, müvafiq ixtisası üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər. Yəni bəzən də var ki, məsəl üçün filoloqlar, yəni biri var Azərbaycan dili və ədəbiyyat müəllimliyi yazsın, biri də var filoloqlar. Yəni bunlar da daxildir, həmçinin bura. Həmçinin digər ixtisaslarda da var bu kimi hallar. İnformatikada da var, coğrafiyada da var, kimyada da var. Məsələn, yəni ixtisas üzrə pedaqoji təhsili deyil, amma bu ixtisas üzrə ali təhsil alıbdır. Bunlar da belə deyək də pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Bu da təbii ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, qurumun müəyyən etdiyi qaydaları əsasında mümkündür. Bəs pedaqoji fəaliyyətlə məşğul olanları dedik. Bəs kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz? Məşğul ola bilməzlər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər. Yəni məhkəmə qərar veribdir, hökm oxunubdur. Yəni pedaqoji hər hansı bir tutalım ki, nə iləsə bağlı hökm oxunubdur. Yəni həmin şəxslər artıq pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər ola bilsin ki, məhkəməsi davam edir, ağır cinayət törədibdir, yəni üzərindən götürülməyibdir, məhkumluğu üzərindən götürülməyibdir və yaxud da məhkumluq yəni ödənməyibdir, ödənilməmiş şəxslər də pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyəti olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər. Fəaliyyət qabiliyyətsizliyi və yaxud da məhdud fəaliyyət qabiliyyəti, yəni özünü idarə edə bilmir bu şəxslər, ola bilsin psixoloji problemlər var və ya bunun kimi bir çox səbəb ola bilər ki, yəni tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuna qüvvəyə minmiş qərarı ola bilər ki, bu şəxslər də pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Daha sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağı qoyulmuş şəxslər. Yəni bir siyahı var ki, o siyahıda müəyyən xəstəliklər var ki, bu xəstəliklərin daşıyıcıları pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Məsələn, daha çox bu keçici xəstəlikləri olanlar ola bilər. Məsələn, dəri xəstəliyi ola bilər. Məsələn, digər keçici xəstəliklər, vərəm ola bilər. Yəni, sırf keçici xəstəliyi olan şəxslər bura aiddir. Başqa da ola bilər bu siyahıya xəstəliklər daxil olsun ki, buna nümunə olaraq mən bunları qeyd elədim. Bunlar da pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, qurumun təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi bir müddətinə pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Yəni, müəllimlərin etik davranış qaydaları var. Bunları biz sizinlə növbəti dərsdə öyrənəcəyik. Müəllim bu etik davranış qaydasını çobudcasına pozarsa, işinə xitam verilir və bir il müddətində pedaqoji fəaliyyəti dayandırılır, məşğul ola bilməz. Bir ildən sonra necə olur? Bir ildən sonra təbii ki, bu müddət ərzində işinə baxılır, işinin ağırlıq dərəcəsinə baxılır. Bir ildən sonra yenidən imtahan verərək pedaqoji fəaliyyəti ilə məşğul ola bilməz. Bu da bizim 27-ci maddəmizdir. Növbəti 28-ci maddə sertifikatlaşma ilə bağlıdır. Təhsil verənlərin sertifikatlaşdırılması.
Bu məktəbə qədər və ümumi təhsil müəssisələrində təhsil verənlərin sertifikatlaşmasıdır. Ümumiyyətlə sertifikatlaşma prosesindən kimlər keçirlər? İlk olaraq bunu vurğulayaq. Kimlər keçirlər? Dövlət məktəbə qədər və ümumi təhsil müəssisəsində işləyən təhsil verənlər bu prosesdə keçirlər. Yəni təhsil verənlərə aiddir. Təhsil verənlər bu təbii ki, ümumi təhsil müəssisəsində, həm də məktəbə qədər, yəni bağça müəllimlər nəzərdə tutulur ki, bunlara aiddir sertifikatlaşmada iştirak etməsi lazım olan şəxslər. Bəs təhsil verənlər sertifikatlaşma prosesindən nə vaxt keçirlər? 5 ildən bir. Yəni 5 ildən bir olmaqla Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qurum tərəfindən sertifikatlaşma keçirilir. Daha sonra qaydaları haqqında bəhs eləyək. Qaydalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən və Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Yəni sertifikatlaşma imtahanı ilə bağlı olan qaydalar. Kimlər sertifikatlaşmadan keçmirlər desəz, baxaq görə kimlər keçmir. Hamilə qadınlar sertifikatlaşmadan keçmirlər. Uşağının 3 yaşına da sosial məzuniyyəti olanlar və həmin məzuniyyəti bitirdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə, peşədə çalışan qadınlar. Tutaq ki, 3 illik məzuniyyətim bitib, işləməyə başlamışam, hardası bir 5-6 aydır işləyirəm. Yəni mən sertifikatlaşmadan keçə bilmərəm. Mənə çünki 1 il azı vaxt verilir ki, 1 il özüm adaptasiya olunum, daha sonra sertifikatlaşmadan keçirəm. Daha sonra uşağını tək başına böyüdən kişilər də bura aiddir. İlk dəfə işə qəbul olunanlar 3 il müddətinə, bəli, ilk dəfə işə qəbul olunanlar 3 ildir. MİQ ilə, MİQ imtahanı verir, təzə qəbul olunubdur, ilk dəfədir qəbul olunur, ilk dəfədir pedaqoji fəaliyyətə başlayır. 3 il müddətinə sertifikatlaşmadan keçmir. Yəni 3 ili tamam olunur, artıq 3 illik keçir 4-cü ilə, artıq həmin şəxs sertifikatlaşmada iştirak edə bilər. Bu ilk dəfə qoşulanlara, yəni ilk dəfə iştirak edənlərə aiddir. Digər halda, yəni artıq 5 ildən bir olmaqla keçirilər. Daha sonra azı 3 dəfə sertifikatlaşmadan keçmiş şəxslər, yəni ən azı 3 dəfə sertifikatlaşmadan keçməliyik ki, biz belə deyək də daha sonra keçməyə bilərik. Növbəti yeni əlavə edilən bir qayda idi bu. Yaş həddinin qoyulması 60 və daha yuxarı yaşda olanlar, yəni 60 da daxil olmaqla daha yuxarı olan şəxslər sertifikatlaşmada iştirakı könüllüdür. Baxın, görürsünüz, deyirəm könüllüdür. Yəni istəsələr iştirak etməyə bilərlər, amma könüllüdür, iştirak edə də bilərlər. Bu maaş artımı sertifikasiyadan keçən müəllimlərə şamil olunur. Təbii ki, şamil olunacaq. Daha sonra sertifikatlaşmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Yəni 5 il belə deyək də azad olurlar sertifikatlaşma imtahanından, 5 ildən sonra yenidən verirlər. 1 il müddətində iş yeri saxlanmaq, yəni üzürlü səbəblərdən əgər sertifikatlaşmada iştirak etməyibsə və yaxud da iştirak edib, amma keçməyibdirsə, 1 il müddətində iş yeri saxlanmaqla təkrar sertifikatlaşmada iştirak etmə hüququ verilir. Təkrar sertifikatlaşmada iştirak etməyən şəxslər isə artıq sertifikatlaşmadan keçməmiş hesab olunur və təkrar sertifikatlaşmadan keçməyən şəxslərə isə əmək münasibətləri Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq tənzimlənir. İşinə baxılır. Bu da sertifikatlaşma ilə bağlı idi müəllimlər. Bugünkü mövzumuz təhsil haqqında qanunlardan seçmələr oldu. Əsas hansı maddələr bizə lazımdır öyrənməyə təhsillə bağlı, bunlarla biz tanış olduq. Bugünkü mövzumuz bu qədər. Növbəti mövzuda görüşərik. Hələlik.